Salam, hər vaxtınız xeyir. Bugün sizlərlə çak-çak şirniyyatın hazırlanmasını bölüşəcəm. Qeyd edim ki, çox dadlı, xırçıltılı, üstü xırçıltılı, içi yumşaq, dadlı şirniyyat alınır. Siz də hazırlayıb nuş eləyə bilərsiniz. İndi isə keçək hazırlanmasına. Mən burada 2 yumurtadan istifadə eləmişəm. Siz 3 yumurtadan da istifadə eləyə bilərsiniz. Biraz çox olmasını istəyirsinizsə. 2 yumurta, bir başqa qabartma tuzu, bir başqa vanil, biraz duz əlavə eləyib, apardığı qədər ondan bərk xəmir yoğururam. Xəmiri 20 dəqiqə qədər gözlədirəm, üzünü tutsun deyə. Bu arada isə mən şərbəti hazırlayıram. 300 qram şəkər tuzuna 200 ml su əlavə eləyib qaynadıram. Biraz qaynayandan sonra 1 dilim limon, 2 xörək qaşığı bal əlavə eləyib, yenə biraz qaynadıb qazdan götürürəm ki, soyusun. Sonra isə lavaşı açıb, köndəni açıb, videoda göründüyü kimi kəsirəm. Siz başqa cür kəsə bilərsiniz. Mən bu formada uzun su xoşladığıma görə bu formada kəsdim. Əvvəlcədən qızdırdığım yağda yaxşıca qızardıram. Biraz soyandan sonra isə şərbətə əlavə eləyib, yaxşıca qarışdırıb, yığacağım tort qabına əlavə eləyirəm. 2-3 saat xaldanidə gözləyib. Mən üzərinə qoz da əlavə elədim. Çox dadlı alınır. Xaldanidə gözlədib, kəsib nuş eləyirik. İnanın çox dadlı alınır. Siz də eləyə bilərsiniz.